Bismillahirrahmanirrahim. Qardaşlar sual göndəriblər. Sual çox qəribə sualdır. Soruşurlar ki, Şah İsmail Xatai barədə nə deyə bilərsiniz? Əvvəla biz kimik ki, tarixi şəxsiyyət barədə hökm verək. Deyək ki, o zındıqdır, qatildir, kafirdir və s. Biz kimik axı? Allah Subhanahu Teala Bəqərə surəsində iki yerdə, iki ayədə, eyni ayədə bizə xəbər verir. Deyir ki, tilkə ümmətun qad xalət ləhə mə kəsəbət və ləkum mə kəsəbtum və lə tusəlunə ammə kənu yəməlun. Onlar bir toplum idi, gəlib getdilər, onların elədiyi onlara aiddir, sizin elədiyiniz sizə. Onların etdiyi əməllər barədə siz sorğu-sual olunmayacaqsınız. Biz tarixi məsələləri qabardıb, tarixi şəxsiyyətlərə dil uzatmamalıyıq, hikmətli olmalıyıq. Qiyamət günü bizdən soruşulmayacaq. Nə qəbirdə, nə qiyamət günü soruşulmayacaq ki, sən niyə Şah İsmail Xatai barədə danışmamısan? Səndən soruşulacaq, Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Yəni bu həyatda həqiqi müsəlman olmusanmı? Lakin burada bir incəlik var, əziz müsəlmanlar. O adamlar ki, böyük şəxsiyyətlərə dil uzadır və belə tarixi şəxsiyyətləri sevməyənləri, sevənlərə, onu sevənlərə qarşı qızışdırır. Ona nifrət oyadır, ədavət oyadır və s. Sonra da bu qarşı durmaya gətirib çıxarır. Bu yaxşı şey deyil, bu müsəlmana yaraşan deyil. Bunu etmək hikmətsizlikdir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kim Allah'a və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Biz xeyir danışmalıyıq. Örnək olaraq, son yazdığımız kitabı misal çəkmək istəyirəm. Müsəlmanların birliyinə çağırış. Bunu biz həm türk dilində, həm Azərbaycan dilində, həm rus dilində hazırlamışıq. PDF şəklində hər tərəfə yaymışıq. Türkiyədə əlhəmdülillah çap olunub, kitab şəklində paylanılır. Allahdan istəyim budur ki, Allah Subhanahu Teala bu kitabı müsəlmanların birliyi üçün hər bölgədə, dünyanın hər yerində müsəlmanlar arasında mehribançılıq yaratmaq üçün bir səbəb etsin. Sonda İbrahim Aleyhisselamın bizə öyrətdiyi dua ilə anmasın. Dua edib deyirəm, Rabbi cəl hədə bələdən əminən və cünubnə və bəninə ən nə'budul əsnəm. Ey Rəbbimiz, yaşadığımız məmləkəti əminəmanlıq yurdu et. Bizi və bizim nəslimizi yalnız sənə ibadət edən tevhid əhlindən et. Subhanəkallahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.